Axşam bazarı ucuz olur deyirlər. Biz də elə vəziyyəti araşdırmaq üçün paytaxtda yerləşən bazarlardan birinə gəlmişik. Saat 7-nin yarısıdır. Təxminən 1 saatdan sonra satıcılar piştaxtalarında olan son məhsulları sataraq evlərinə gedəcəklər. Bazarda alıcı tək-tük görünsə də qiymətlərdə minimum 20-30 qəpik, maksimum isə 1 manata dək ucuzlaşma var. Günün axşam saatlarında paytaxt və bölgələrdə fəaliyyət göstərən bir çox bazarlarda qiymətlər kəskin aşağı düşür. Satıcılar gün ərzində artıq qalan məhsulları evə geri aparmağı deyil, bir qədər ucuz qiymətə müştərilərə verməyi üstün tuturlar. Neynəyəsən, qalır əldə, məcbursan verməlisən. Lənkəran limusu Türk limusu, 40 qəpiyə, 50 qəpiyə. Nə deyirsən? 5 qoymuşam, bir 6-sı, 7-sini verəcəyəm. Akşam gəlirlər deyirlər, ucuzdur, alay. Qiymətlər ucuz, mandarin 1 manat, 1.20'də 1 manata, üzüm 1.50'yə, 1.30'a. Ha, endirim eləyirik. Bu malları elə biçin 50 köpüyə endirmişik aşağı. Şəhərə salıb xarab eləyəsə, satırıq. Neçədir məsələn? 6'sı, 7'si, 8'i baxır alına. Kalente baxır. Lab onun da verilir 1 manata. 5'i de, indi satırıq 6'sı, 7'si, 8'i, 10'u. Axşama məhsul qalır əlinizdə. Biraz qalır, qalır. Qalır indi kimdən də axşamüstü gəlirlər, verilir, belə çıxıb gedir. Çünki səhərə çıxmır. Gündüz saatlarında piştaxtalarda 2 manat 50 qəpiyə satılan Qazax pomidoru axşam saatlarında 2 manat 20 qəpik və daha aşağı qiymətlərə təklif olunur. Bəzi alıcılar da məhz axşam saatlarında bazara gəlməyi üstün tuturlar. Çünki eyni məhsulu gündüz vaxtı ilə müqayisədə axşam 2 dəfəyədək ucuz qiymətə əldə edə bilirlər. Nə almısınız? Göyərti. Neçə aldınız? Göyərti 7'sin 1 manata. Necədir qiymət? Əla, qəşəng. Bazar Deyirlər məsələn axşam bazar daha ucuzluq olur, qiymətlər aşağı olur. Elədir? olur, bəli, düzdür. Fərq olur. Mən özüm də burada satıram, mal satıram. Axşam bazarı ucuz satırım. Mandalini almışam, nə bilim, karolök almışam, heyv almışam. Neçə almısınız? Mandalini 1 manat almışam, üzümü 1.50 almışam, belə də. Axşam bazar necə olur qiymət? Axşam bazar taydız olur. Axşam məhsulların keyfiyyəti necə olur? Yaxşıdır, istəyir. Lənkəranın istehsalı olan və bu gözəl meyvəni aldıq. 3 yarıma. Necədir qiymət? Bizim üçün yaxşıdır. Meyvə, göy, belə şeylər, tez xarab olan şeylər biraz axşam düşür də. Elə Göyçayda da axşam bazarı təşkil olunur. Amma paytaxtla müqayisədə burada ciddi qiymət fərqi hiss olunmur. Səhər bazarında biraz bahatçılıq olur, axşam bazarında biraz meyvələr, nə bilim mən, müəyyən şeylər hamısı biraz aşağı olur. Məsələn, 50 qəpik, 40 qəpik qiymətindən aşağı olur, yəni. İndi məsələn, hansı mallarda, hansı məhsullarda? Almada var, paxlada var, nə bilim mən, narda var. 2 manata satdığımızda yeri gələndə 1.50'yə satılır məsələn, axşam tərəfi. Veririksə görürsən ki, malda qutarsın, gedək. Məsələn, belə, razılaşırıq da cəmaatla. Yox, heç bir fərqi yoxdur. 3 manatlıqlar 3 manatdır, 10 manatlıqlar 10 manatdır, 15 manatlıqlar 15 manatdır, heç bir fərqi yoxdur. Hardasa mən 50 köpüyə 1 manat civarında belə fərq eləyir. Alıcıların bir qismi axşam bazarını xüsusi olaraq gözlədiklərini bildirir. Deyirlər ki, gündüz vaxtı qiymətlər daha yüksək olur. Nə götürürsünüz, nə alırsınız? Paxla alıq, lobya alıq, mandarin alıq, üzüm alıq. Bu vaxtları mal, meyvələr, tərəvəzlər hamısı fərqli qiymət olur. Gündüz 50 qəpik baha olur, axşamlar 50 qəpik ucuz olur. Məhsullardan da nar, heyva, xurma, o beləsinə. Ekspertlər isə bildirirlər ki, axşam saatlarında bəzi məhsullar təravətini itirmiş olurlar. Xüsusən tərəvəzləri, göyərtiləri günün birinci yarısına qədər almaq daha məqsədə uyğundur. Firuzə Məlikzadə, Vüsal Cəfərov, Asiman Səlimov, İlham Əkəliyeva, Xəbər Ertəsi.